sağda bu yoxluğu tamamlaya bilməsək də, isti münasibətimizlə onların ürəklərini biraz da olsa sevindirə bilərik. Tarix, mədəniyyət, kulinariyamıza sahib çıxmaq üçün yaranan hər imkandan istifadə vətəndaşlıq borcumuzdur. Aidiyyatı orqanlar, dövlət qurumlarından savayı bizlər də Azərbaycanın hər qarşına sahib çıxmalıyıq ki, sonradan bizim olanı kiməsə sübut etmək məcburiyyətində qalmayaq. Sudan yaranan gölməçə məhləni demək olar ki, iki hissəyə bölüb, yəni o tərəfdə yaşayan qonşular öz zibillərini bu zibil qabına, digər tərəfdə yaşayan qonşular isə öz zibillərini digər zibil qabına atırlar. Hətta bəzi yerlərdə gölməçənin dərinliyi 80 sm 1 metr arasında dəyişir. Bura məhlənin mərkəzi yolu sayılır, yəni göründüyü kimi sakinlər hər gün bu yoldan istifadə edib gedirlər. Yəni gölməçə olduğuna görə digər tərəf sakinlər hər gün məcburi bu yoldan keçməlidirlər. Festivalda Tacikistan plovu da nümayiş olunur. Bu plovun bizim aşdan fərqi odur ki, burada yumurta və sarımsaqdan da istifadə olunub. Dadı da bir qədər acıdır. Belə ki, onlardan biri dənli beçədir. Bunun tərkibinə 7 dənəvər bitkisi qatılıb. Fəvvarələr meydanında da əsl yeni il ab-havası hiss olunur. Çünki burada təşkil olunan yeni il yarmarkasında yeni ilə aid olan bütün aksesuarlar, yolka oyuncaqlarını əldə edə bilərsiniz. Gələn il, yəni 2016-cı il meymun ili olduğundan satışda yumuşaq meymun oyuncaqları üstünlük təşkil edir. Paytaxtda ən hündür yolka Azadlıq meydanı, yəni hökumət evinin qarşısında qurulur və bu şam ağacının hündürlüyü 35 metr olacaq. Dana şiş kababı. Asma yarpaq ət dolması. Bulqar plovu. Sovet dövründə ermənilər kitabı özəlləşdirərək buradakı yeməklərin də erməni xalqına məxsus olduğunu iddia ediblər. Lakin kitabın orijinal versiyası deməyə əsas verir ki, buradakı yeməklər erməni yox, məhz Azərbaycan türk yeməkləridir. Hər bir vətəndaş HIV statusu barədə məlumatlı ola bilər. Bunun üçün bir damla qanınız götürülür və ekspres kartlar vasitəsilə yoxlanılır. Və əgər ekspres kartda bir düz xətt varsa sizin cavabınız negativ, 2 düz xətt varsa sizin cavabınız pozitivdir. Paylanılan bukletlərdə GİÇ-lə mübarizə üsulları və bu epidemiyadan qorunma yolları haqda məlumat verilir. Hazırda 30-a yaxın xilas etmə dəstəsinin üzvlərini görürük. Onlar əsasən Şıx çimərliyi boyunca axtarış aparırlar. Çoxlu sayda insan Xəzərin sahilinə yığışıb və hadisədə həlak olanların xatirəsini dənizə qərənfillər atmaqla yad edirlər.